Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi öldürüldü. Bu barədə artıq İranın rəsmi mənbələri də məlumatları yayıblar. Hətta onun ölümü ilə bağlı fotolar da yayılıb. Görünən odur ki, artıq İran yeni dönəmə hamilədir. Bəs bundan sonra nə baş verəcək? Əvvəlcə Xamneyinin ölümü məsələsinə gələk. Açığı heç kəs gözləmirdi. Gözləmirdi ki, ABŞ və İsrail dini lider sərhəddini aşsınlar və onu öldürsünlər. Çünki Şiə dünyasında hazırda yaşayan iki şəxs var idi. Əli Sistani və Əli Xamneyi. Onlardan biri artıq yoxdur. Xamneyi öldü. Və Əli Sistani təxminən 3-4 gün öncə, yəni Xamneyinin ölümündən, hətta dünənki hücumlara başlamamışdan əvvəl, İrana qarşı hücumlar başlamamışdan əvvəl Sistani bildirmişdi ki, əgər hücum baş verərsə, İraqdakı şiələr də məsələni cavabsız qoymayacaqlar. Ancaq görünən odur ki, İran yenə də hədələr, tənələr yağdırmasına baxmayaraq gücsüzlüyünü ortaya qoydu və Xamneyi bunkerdə yox, elə daimi iqamətgahında ölü tapıldı. Və hadisədən sonra yayılan fotolar onu göstərdi ki, Xamneyinin ən yaxın ətrafında da İsrailə və ABŞ-a işləyən şəxslər olub. Yəni onun ən yaxın çevrəsindən də İsrail və ABŞ kəşfiyyatı məlumatlar ala bilib. Və xatırlayırsınızsa 2-3 ay əvvəl belə məlumatlar yayılırdı ki, Xamneyinin harda gizlənməsi, harda oturub durması ilə bağlı ABŞ və İsrail kəşfiyyatının əlində çox ciddi məqamlar olub, informasiyalar olub. Və bundan sonra nə baş verəcək? Sepah və rəsmi Tehran müəyyən hədələr yağdırmaqda davam edirlər. Hələ ki Dubay vurulur, yaxın şərqdəki Amerika bazalarına zərbələr endirilir, ancaq hər hansı bir ciddi nəticə yoxdur. Trump da bunu etiraf elədi və bildirdi ki, biz daha ciddi zərbələr gözləyirdik, ancaq o qədər də ciddi sayılacaq zərbələr gəlməyib İran tərəfindən. Bəs İran Xamneyinin ölümü ilə bağlı hansı addımlar ata bilər? Birinci növbədə elə bir şəxsi aradan götürülməlidir ki, Molla rejimi bu Xamneyinin ölümünə bərabər olsun. Məsələn, Netanyahu, İsrailin baş naziri. Təbii ki, ABŞ prezidenti Trump onlar üçün əlçatan deyil indiki məqamda. Yəni İranın o qədər güclü kəşfiyyatı yoxdur. Biz bunu bir daha həm 12 günlük müharibədə, eyni zamanda dünəndən bu günə baş verən, hələ də davam edən proseslər fonunda görməkdəyik. Bəs Netanyahunu aradan götürmək İran üçün mümkün olacaqmı? Amma bu bir o qədər də asan görünmür. Və hadisələrin gedişatı onu göstərir ki, təxminən 2 həftəlik sürəcdən, mərhələdən sonra İranda Molla rejiminin süqutu baş verə bilər. Hələ ki, ölkədə 40 günlük matəm elan olunub və İran rəsmi mənbələri veriblər, məlumat yayıblar ki, Xamneyinin ölümü İranın qəlbinə sancılan bir oxdur, yaradır və bunun qarşılığı olacaq. Yenə də deyirəm, hələ ki, yaxın şərqdəki Amerika bazaları vurulmaqdadır. Hər hansı ciddi nəticələr yoxdur. Tel Avivdə müəyyən partlayış səsləri eşidilib və müəyyən dağıntılar var. Amma İran raketləri görünür, yaxşı işləyə bilmirlər və yaxud da ki, onların bir çoxu elə havadaca zərərsizləşdirilib. Və İran bundan sonra unitar respublika yolunda irəliləyəcəkmi? Bu suala cavab tapmaq üçün ilk olaraq fikirləşməliyik ki, hadisələrin bundan sonraki gedişinə kim nəzarət edəcək? Təbii ki, İranda. Yəni bu o deməkdir ki, Sepah komandanları mı və yaxud da ki, hər hansı bir siyasi fiqur mu prosesləri öz əlinə alacaq, nəzarət edəcək? İran prezidenti Məsud Pezeşkiyanın proseslərə müdaxilə eləmək imkanı hələ ki məhdud görünür. Ona görə ki, bütün nəzarət mexanizmini hələ ki Sepah, Ettalat öz əlində cəmləyib. Sepah
prosesləri, hücum əməliyyatlarını həyata keçirən əsas qüvvə rolunu oynayır. Ehtəlat isə daxildə proseslərə nəzarət eləməklə məşğuldur. Ancaq buna baxmayaraq, sərt qayda qanunlara və rejimlərə baxmayaraq, İran xalqı 37 illik Xamenei rejiminin çökməsini və ali dini liderin ölümünü bayram edərək dünən gecədən bəri küçələrə çıxıblar, küçələrə axışıblar. Və hələ də məlumatlar gəlir. Məlumatlar ondan ibarətdir ki, İsrailə yeni raket dalğası buraxılıb, eyni zamanda Dubayda bir sıra obyektlər vurulub, yaxın şərqdə vəziyyəti qarışdırmağa çalışır İran və mənə elə gəlir ki, ABŞ prosesləri bununla yekunlaşdırmayacaq. İranda unitar dövlət quruculuğu yolunda yeganə əngəl İraqda oturan Əli Sistanidir, yəni şiələrin ikinci lideri. Onun məhvindən sonra, bundan sonraki hədəf, yəni Xameneidən sonraki hədəf onun adaşı Əli Sistanidir və Əli Sistaninin ölümündən sonra artıq İran əvvəlki ideoloji gücünə qayıda bilməyəcək və unitar respublika yolunda inamla irəliləyəcək. Bəs kim gələcək? Şah rejimimi və Güney Azərbaycanlılar, Azərbaycan türkləri şah rejiminin gəlməsini istəmirlər və bu da fikir ayrılıqları yaradır İran daxilində. Əslində İsrailin istədiyi də budur. Yəni İran daxildə parçalanmaya doğru sürətlə irəliləsin, daxili xaos olsun və İranın güclü olmasını istəmir. Belə olan halda regional vəziyyəti də nəzərə almaq lazımdır. ABŞ isə İranın tamamilə bölünməsini, parçalanmasının əleyhinədir və çalışır ki, Türkiyənin regionda vahid güc olmasının qarşısını alsın və İran müəyyən mənada unitar dövlət olaraq demokratik yolla irəliləyərək eyni zamanda Türkiyəyə həm də rəqib olsun və bir daha deyirəm, hal-hazırda İran iki qismə bölünüb. Xameneinin ölümünü bayram edənlər və onun ölümünə görə yasab atanlar artıq proses başlayıb və hətta bu daxili çəkişmələrə qədər gətirib çıxara bilər. Ancaq əsas söz sahibi yenə də Sepahdır. Sepah hansı addımlar atacaq və Xameneinin qanunu ala biləcəkmi? Yəni hər hansı bir İsrailli və yaxud da Amerikalı yüksək rütbəli şəxsin ölümünü bu və ya digər yolla həyata keçirə biləcəkmi? Bax, əsas sual budur. Hər halda indiki məqamda Xameneinin ölümünə bərabər nüans, yəni ölümünə bərabər şəxs hesab edirəm ki, Netanyahudur və onun ölümündə Netanyahu və Trumpın birbaşa barmağı var. Onun qələmini, Xameneinin qələmini məhz bu iki şəxs qırıb və düşünürəm ki, Trumpın aradan götürülməsi İran üçün əlçatmazdır, əlçatan deyil. Bəs Xameneinin məhvi üçün, üzr istəyirəm, Netanyahunun məhvi üçün İran rejimi hansı addım atacaq? Ən böyük sual budur və proseslərin axarı yaxın günlərdə bu suala da aydınlıq gətirəcək. Mənim fikrimi soruşmaq istəyirsinizsə, mən heç Netanyahunun da ölməyinə inanmıram və bir daha deyirəm ki, Xameneinin aradan götürülməsində onun yaxın çevrəsində ABŞ və İsrailə işləyən şəxslər olub, onun yerini dəqiqliklə, koordinatlarını dəqiqliklə veriblər və nəticədə özü, ailə üzvləri məhv edilib və hamı tərəfindən bilinən bunkerdə yox, iqamətgahda öldürülüb. Yəni bu bir daha göstərir ki, əgər sadə bir İran vətəndaşı onunla görüşə gedib gəlibsə bu günlər ərəfəsində, deməli İsrail kəşfiyyatının, ABŞ kəşfiyyatının onun Xameneinin, Seyid Əli Xameneinin harda olması ilə bağlı yetərincə və kifayət qədər məlumatları olub. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Sizin də məsələ ilə bağlı hər hansı bir fikriniz varsa videonun şərh bölməsində yaza, eyni zamanda verilişlərimizi paylaşa bilərsiniz. Sağ olun, salamat qalın.